Xoşbəxt evlilik, bəzən mənə çox suallar verirlər ki, xoşbəxt evlilikdə mübahisələr olurmu Pərvanə xanım? Xoşbəxt evlilik mübahisələrin olmadığı yer deyil. Əlbəttə ki, xoşbəxt evlilikdə də mübahisələr var. Əsas məsələ bilirsiniz nədir? Xoşbəxt evlilikdə o mübahisələrdən sonraki prosesdir əsas. O mübahisədən sonra oturub danışa bilməkdir. O mübahisədən sonra bir-birinə qayğı göstərməkdir. O mübahisədən sonra bir-birinin könlünü almağa cəhd etməkdir. O mübahisədə bəzən insanlar bir-birinə nifrətlə, qəzəblə baxır. Bax, o anda belə öz həyat yoldaşını sevməyi bacarmaqdır. Onun əksik tərəflərini qəbul etməyi bacarmaqdır. Əlbəttə ki, bunlar qarşılıqlı şəkildə, bir tərəfli şəkildə yox. Bax, xoşbəxt evliliklər, daha doğrusu sağlam evliliklər bu şəkildə qorunur, saxlanır. Bu şəkildə o cütlüklər uzun illər bir arada qalmağı bacarırlar.